Aziz dostlar, aziz kardeşler, bildiğiniz gibi İsveç'teyiz. İsveç'in Stockholm şehrindeyiz. Stockholm şehrinin bir güzelliğine bak, bak güzelliğe bak. Gör necə de güzeldir. Bak, güzelliğe bak. Güzelliğin yanında döyünen ürək var. Ürək ondan da güzeldir. Çünkü bura insanların ürəyi biraz da mehriban ve biraz da güzelliğini göstərir. Ve artık bu küçənin öz güzelliğine bak. Ses səttindən artıq çox gözəl bir şəhərmiş. Və yedinli bu küçəyə də bax. Fərqli küçədir. Çox fərqli, çox gözəl şey var bax. Küçələrə də bax. Və görürsən hər kəs turistdir. Öz necə deyirlər, ölkəsi üçün çəkdirir. Və görürsən hamısı gözəldir bax. Bax. Bax bu gözəllik hələ getdikcə, qabağa getdikcə yavaş. Qabağa getdikcə, küçələrə etdikcə biraz da gözəlləşir. Çünkü her yerde insanların üzerinde bir sevinç var, mehribansızlık var, bir necə deyirlər, sülh var ve insanlarda yaşamak prensibi var. Elbette Avrupa'nın güzelliği budur. Ancak biz de isterdik ki Avrupa'da olan güzellikleri öz ölkəmizdə ve öz ölkəmizdə olan güzelliği, medeniyeti ise Avrupa'ya getirək. Ona göre bak bu güzelliklerin her yeri güzel. Çünkü bildiğiniz gibi bizim ülkeler de güzeldir. Ve bizim ülkeler de çok zenginliğiyle, çok necə deyirlər, qonaqpərvərliyiyle ve diğer üstünlüğüyle güzeldir. Ancak buradaki özelliği nelerdir? İnsanların üzerinde olan sevinç, insanların birbirine hoş münasibəti ve diğer insanların birbirine koyduğu dikkat kaybı. Bak bir tane çək buranın, gözəlliyi çək. Bu gözəllik əlbəttə həyatı qutaran bir gözəllikdir və insana həyat verən gözəllikdir. Bak gözəlliyə bax. Əlbəttə bu günləri İsveç'ten bir gözəl reportaj hazırladık. Gəzdiyimiz, gördüyümüz, dostların bizi çağırdığı ünvana biz də əlimizdən nə gəlir? O telefonla alıp, balaca bir telefonla alıp, o telefonla sizə çatdırırıq. Bu çatdırmaq nə deməkdir? Çatdırmaq o deməkdir ki, mən öz gördüyümü sizlərlə paylaşıram, əziz dostlar. Və gördüyümü fəxr edərək sizlərlə paylaşıram. Mən hansısa bir bahalı restorandan, hansısa bir qudurğan hərəkətlərlə yox, Allah'ın yarattığı gözəl bir, necə deyərlər, neymət deyək buna, şəhər salma deyək, mədəniyyət deyək, onu göstərirəm. Və bu da buranın en köhnə, en qədim şəhəridir. Özü İsveç'in qədim şəhərinin içərisində gedir. Bax, çək bir dənə oranı. Xətlərin görəndə trolleybus, tramvay, artıq biz adlarını unutmuşuq. Ancaq bu tramvay, trolleybus görəndə nəyi yada salırıq? Köhnə Bakını. Ancaq köhnə Bakıya biz inanırıq ki, tez zamanda qaydacıq. Həmin müasirlik üzərində də köhnə Bakını quracaq. Bax, trolleybusdur bu, tramvaydır. Dəqiq adını bilmirəm. Bax, gəlir, gör nə gözəldir. Bax, bir inkişafın içində bir qədimlik var. Qədimliklə inkişafı birləşdirəndə olur mədəniyyət. Bu da Avropanın bir mədəniyyətidir. Avropanın demək olar ki, hər bir ölkəsində olmuşam. Ancaq ona baxmayaraq, hər ölkənin bir gözəl, necə deyərlər, neyməti var. O neymət nədir? Onun memarlığı var. Memarlıq nədir? Və onun yanaşması var. O yanaşmanın da nəticəsində belə gözəllik gəlir. Bütün Türk dünyasına və öz qardaşlarıma, bacılarıma hər birini salamlayıram İsveçdən.